Salam əziz dostlar, YouTube kanalıma abunə olan izləyicilər. Bugün Lerikin Günəş şəlaləsinə gəlmişik. Buralara ətrafı çəkəcəm. Əziz dostlar, şəlalə uzaqdan çəkirəm, indi yaxından da gəlib çəkəcəm. Hələlik girişi çəkirəm. Deməli, bura əslində həm kafedir, həm də ki şəlalət də, şəlalə yeridir, şəlalə axır. İndi ayı olduğu üçün hələ burada kafe var, hələ açılmayıb da. Çünki çox adam yayda gəlirlər istirahət eləməyə, gəzməyə. Yayda açılacaq. Hamısını çəkəcəm. Şəlaləyə yaxınlaşaq. Əziz dostlar, şəlalə hal-hazırda tikili gələ bilər, palçıqlığa gələ bilər. Çünki yaxın zamanlarda yağış yağdı 3 gün ərzində. Yəni o cəhətdən tikili gələ bilər. Amma əslində təmiz gəlir şəlalə. Özüm də görmüşəm. Uzaqda olanlar kafelerdir. Hal-hazırda işləmir. Bayaqlarda vurğuladım sizə. Belə bir köprü qoyublar.